bilin ki, cəmaata bir növ işarə verdilər ki, başlayın. Hamı da başladı. Rusiya bizim təyyarəmizi vurdu, Rusiya belədir, Rusiya bu vaxta qədər heç kimdə cəsarət yox idi. Rusiya haqqında bir söz desin, danışmağa. Rusiya pis deyənin necə dərisini soyurdular. Rus yox, o bizlərdən birisidir, Rus. Amma bilmirəm, siz baxmısınız yoxsa yox, mən hər dəfəsində Rusiya haqqında demişəm ki, bizim əzəli və əbədi düşmənimiz Rusiyadır. Əzəli və əbədi. Bunu mən dəfələrlə demişəm. Mənim fikrimlə barışmayanlar ola bilər, barışanlar da ola bilər, amma mən öz sözümü deyirəm. Çünki bizim başımıza istənilən cür hərəkəti Rusiya gətirib, eksperimentlər eləyib və biz heç zaman müstəqil olmamışıq. 20-ci ildə mən deyə bilmərəm, o ötən əsrin 20-ci illərində 23 ay müstəqil olmuş, o vaxtda heç kim deyə bilmərəm ki, mən dünyada yox idim. Amma biz 20-ci, yəni 18-19-cu ildə, 20-ci ildən ki biz işğal olunduq, ta bugünə qədər biz Rusun əsarətindəyik, çıxmamışıq. Çıxmaq hərəkət cəsarətimiz yoxdur. Sözümüzü deyə bilmirik. Sözümün mabədi nədir? Və birdən-birə sanki işarə verdilər. Və dedilər, sən demə, hamının gözü qabağında olan Rus evi, Rusiya belə bir ev təşkil edilib, Ruski dom. Aya, bunu heç kim görməmişsin deyə kimi. Yəni, bu qədər biz kütüyük, yəni bu qədər biz ərkbanı tamırıq, yəni bu qədər biz körə fəhəmirik ki, bu boyda bir sözü görməmişik. Mən 13-cü kanalda 4-5 ildən əvvəl çıxış eləmişdim, Elçin Rəhimov, jurnalist, cavan oğlandı. Onunla müsahibəmdə mən demişdim ki, Ruski Kulturni Sentr deməli, cəsus yuvasıdır. Cəsus yuvasıdır. Ruski dom isə cəsusun da cəsusudur ya. Təsəvvür edin, görünə halıyığında biz ki, bizim gözümüzün qabağında, şəhərin mərkəzində Ruski dom açıblar. Biz görməmişik. Birdən bir işarə verən kim, İlham Əliyev ki, bəs Rusiya bizim təyyarəmizi vurdu, Rusiya elə belə və dərhal hamı başladı hücuma. Və çox böyük təmtəraqla da gülməkdir mənim. O yazı var, Ruski dom, onu söktülər, neynədilər, çıxartdılar. Hamı da başladı danışmağa ki, bu cəsusdur, cəsusdur yuvasıdır, nədir? Və sonra məlum oldu ki, buradan 11 nəfər hərbiçi var imiş. Həmən bu Ruski domda işləyən. Bunların 3-ünü biz saxlamışıq. 8-i qaçıb gedib, 7-si qaçıb gedib, girib Rus səfirliyinə. Birinin adını çəkmədilər. İvanov Petrov, Sidorov bunu deyizdir. Əvəzində göstərdilər bizə, sən demə, Rus cəsusları kimlərdir? Ramiz Mehdiyev, Əbülfəz Qarayev, Nəzməddin Sadıxov, bu İsmailin məsələdir. Ondan sonra Elmar Məmmədyorov, Eldar Mahmudov. Bunlar 4 nəfərin şəklini göstərdilər. Onların yerinə. Dedilər, bunlardılar Rus cəsusları. Hamı da başları bunların üstündə düşməyə. Döşədilər bunlara ki, çoxdan biri bunlar Rus cəsuslardılar. Bən nə demirdiniz, əgər bilirdinizsə? Həqiqətən nə bilsin ki, gülməli hadisələr baş verir. 4-5 il bundan qabaq, həmən 13-cü kanalda mən dəfələrlə demişəm ki, Ruski Kulturni Sentr bu cəsus yuvasıdır. Burada nə hadisələr baş verirsə, başımıza gələn bütün iblisliklərin planı burada cızılır. Və həmən bu sözü dediyim vaxtda birdən-birə keçirdilər Primakovun yubileyini. Çox gülməli deyə. Bilirsiniz, mən məhtərəm özümüzə. Primakovun yubileyini keçirdilər bunlar. Və təxminən bir ay bundan əvvəl də, yanvarın 20-sində çıxış elədilər ki, bəli, 20 yanvar faciəsini törədənlər öz cəzalarına çatmalıdırlar. Bu cəzanı kim törədib? Ad çəkən yoxdur amma. Mən demişim, bunu Primakovdur. Hamı da bunu bilir. Bunun ən baş iblisi Primakov idi. Primakov 60-cı illə, axırı 70-ci illə əvvəllərində Azərbaycandan PKK yaratmışdı. PKK yuvasını yaradanlardan biridir Primakov. Və 20 yanvar hadisəsinin başımıza bu gətirmişdi bizim. Və bunu heç kim demədi. Əksinə biz dedik ki, bəs Primakov cəzalanmalıdırlar. Kim ki 20 yanvar hadisəsini törədib, o cəzalanmalıdırlar. Bunu Primakov törədib də yazıq. Onda gəlin yazıqdır yubileyi keçirək. Eyni müvəffəqiyyətlə. Bilirsiniz, o zaman mən çıxış elədim və izah elədim ki, hər hansı bir səfirlik nəsə qeyd edilmək istəyəndə bu Xarici İşlər Nazirliyinə nota göndərməli və notanın formasında mən demişdim ki, 3 abzası olur. İndi burada mən də xırdalamıram, çox demişəm. Və burada razılıq alınır. Məlum oldu ki, Xarici İşlər Nazirliyinə heç bir məktub göndərilməyib. Ondan başqa da bu göndərilməli də Təhsil Nazirliyinə. Çünki bu Slavyan Universitetində bu Primakovun yubileyi keçirilirdi.
Slavyan Universitetində. Nurlana var idi bir nəfər. Həmin bu Sahibi Qafarov da prorektordu o zaman. İndi Sahibi Qafarova deyir ki, onlar cəzalanmalıdırlar. Sən özün axı bunu təşkil edilən biri olmuşsan ki, Primakovun yubileyini qeyd eləyir. Primakovun yubileyini qeyd edilən bir də sən özün olmuşsan axı. O nə məsələdir? Bəli, Primakovun yubileyi dedilər ki, səfirlikdir kimi biz xəbərimiz yoxdur. Rusiyanın səfirliyi bunu dedi. Bunu biz eləməmişik. Bunu eləyib Kulturna Center. Yəni mədəniyyət mərkəzi. Tulayevdən Murdar. Deməli, bunu eləyib cəsusluq yuvası. Boyunlarını atdılar. Lap yaxşıdır. Heç olmadılar yazmaya bilər Məhdub Xarici İşlər Nazirliyindən, üzr istəyirəm, yazmaya bilər səfirliyə, Rus səfirliyinə. Rus səfirliyi də bunu göndərməli idi. Deməli, prezident administrasiyasına ki, belə bir məsələ qeyd olunur. Primakov balaca adam deyil, KGB-nin generalıdır, nə idi? Özü böyük işlər görüb, Azərbaycanın başına 100 min oyun gətirib və bu saatda bunun biz yubileyini qeyd edirik. İcazə alınmadı, heç nə bunu keçirdilər təmtəraqla. Və təsəvvür edin ki, bundan böyük bir abırsızlıq yoxdur. Bu azmış kimi 9 maddədə hansısa məktəbin müdürəsi uşaqların döşünə Georgievski lent var ya, o lentdən taxdırmışdı. Bunu udduq biz. Çıxdım, yenə mən çıxış edim, dedim ki, kanalda, mən sizin kanalda, ya 13-cü kanalda, ya laf edib, mən haradasa mən sözümü dedim ki, bu da Allah bir abırsızlıqdır, yenə əhəmiyyət verin olmadı. İndi birdən-birə Rus belə gülmə şəkəri idi, birdən-birə oldu pis. Hamı düşdü Rusun üstünə ki, Ruski Dom, Rus Kulturna Center, güya biz görməmişik bunların heç birini. Xəbərimiz yox idi. Aya, işə bax nə? Bizim xəbərimiz yox idi ki, Rus evi var. Bundan böyük, necə deyirlər, təhqir yoxdur insanlara ki. Bəs biz görmürdük, biz gözümüz hara baxırdı. Sonra küçədə durub intervyu aldılar cəmaatdan. Hamı da deyir ki, Rus məktəbləri bağlanmalıdır, Rus məktəbləri belədir, Rus məktəbləri pisdir. Cəmaatda bir həftəlik icazə verdilər ki, cəmaatın milli ruhu coşsun. Bir həftə, çox vermədilər, bir həftə. İndi başa düşdülər ki, yox. Trump deyəsən Putin tərəfindədir, biz səhv eləmişik. Rusiya ilə münasibətdə düzələ bilər, bizim başımıza nəsə oyun gələ bilər. İndi dərhal elədiyimizi geri qaytarırıq. Yox, birisi hamısı bağlanmasın, bəziləri bağlansın. Yox, Rus məktəbədə olsun, bizdə də olsun, bizim məktəblərdə olsun. Başladılar eyni şeyi geri oxumağa. Buna deyərim, biz milli faciədən də ötübü. Artıq hər şeyi, bütün sərhədləri atlamışıq biz. Nə istədiyimizi özümüz də bilmirik ki, biz nə istəyirik. Çünki elə ölkələr var ki, artıq öz siyasətlərini müəyyənləşdiriblər. Biz isə müəyyənləşdirə bilməmişik. Hətta dünən də sıra gün çıxış edirlər bir nəfər. Qadir deyir ki, mən sizə bir söz deyim. Azərbaycan Rus məktəbləri belə siyahıdır güya ki, Rus məktəbdə ən az olan ölkə Azərbaycandır. Biz ən az olanların yerində dururuq. Bu düşündüyünün fərqinə varır, yoxsa yuxarıdan bana göstəriş veriblər ki, sən sənə küfürə atadır, acını ölərsən. Deməli, belədir. Keçmiş SSR-ni götürək, 3 ölkəni atdıq, Balkan ölkələr. Bunlar çoxdan Rusa deyiblər, xudafiz. Moldova, mən Moldovada 6 il işləmişəm. Moldovada yaxınlaşıb, nə soruşurduq Rus dilinə, cavab vermirdilər bizə. Onlar da imtihan edir Rus dilindən. Ukrayna qadağan edir Rusya danışmağı. Ermənistanda Rus məktəbi yoxdur. Gürcüstanda var barmaq hesabı. Mən var, yoxsa yoxdur. Qaldı Azərbaycan, ən müt'i, sadiq biz, bir də Orta Asiya. Onu da saymaq düzgün deyil. Türkmənistanda yoxdur Rus məktəbi. Türkmənistanda yoxdur. Qazaxıstanda yaratdılar Yazıkovoy Patrul. Deməli, hamı danışmalıdır Qazax dilində. Deməli, kim qaldı? 3-4 ölkə qaldı da. Onların içində də ən müt'isi bizik. Ən müt'i. Hər şeydə ləbbeyh deyən bizik. Və o qədər həddini aşıb ki, bu aparıcılar, çıxış edənlər artıq İlham Əliyevin dediklərindən ciddi çıxırlar. Necə ciddi çıxırlar? İlham Əliyev demiş ki, çıxışlarının birində 35% Rus məktəbidir. Ya 350 Rus məktəbi, belə bir söz demişdi. Yine deyirlər ki, yox, Rus məktəbi 134 dənədir. Artıq bunu səhvini çıxardılar. Mən üzr istəyirəm, biz eyni verilişdən mi danışırıq? Mənim də qarşıma bir veriliş çıxdı. Bu Elçin jurnalist var. Elçin soyadını xatırlamıram. Baku TV hazırlamışdı bu verilişi. Baku TV özü Rusiyanın belə deyək də nə bilim uzantısı adlandıraq. Azərbaycan
Dövlət Təhlükəsizlik Xidmətinə bağlı bir kanaldır. Orada da mənim hövsələm çatmadı axırınca izləyim. Orada Sabir Rüstəmxanlı bir nələrsə dedi ki, olmaz belə şey filan. Əvvəli yaxşı başladı, amma aparıcı ilə dartırdı ki, yox, rus dilini bilməkdə pis nə var? Elçin Sərdaroğlu səhv etmirəmsə. Eyni verilişdənmi danışırıq yoxsa necə? Kim Sərdaroğlu dediniz? Elçin Sərdar deyəsən. Səhv etmirəmsə. Bilmirəm, yox, mən ayrı şey. Hansı verilişdir bu? Yəni bu Azərbaycan televiziya. Sabir Rüstəmxanlı da orada çıxır. Elə siz də eyni verilişdən danışırıq. Bəli. Sabir Rüstəmxanlı nələrsə deyir. 5-6 bundan əvvəl Elçin Rəhimov vardı. O işləyirdi 13-cü kanalda. O heç, o qanlı oğlandı. Yox, mən Sabir Rüstəmxanlı açığı pis danışmadı. Amma bu o başlayan kimi ki, yox, rus dilində nə pis var ki, rus dili qalsın, mənim daha hövsələm çatmadı, söndürdüm, bağladım, getdim. Yəni, faktiki olaraq belə də... Davam edin. İndi məsələ bundadır ki, sonra prezident çıxış eləyəndə İlham Əliyev demişdi ki, hamımız qulağımızı eşitmişik. Demişdi ki, 1 milyon şagird rus təhsili alır. Bunu hamımız eşitmişik. İndi bunlar deyirlər ki, yox, 35 min şagird rus təhsili alır. Bunu prezident bu cür deyib. Sən nə demək istəyirsən bundan? Yəni yox. 1 milyon. İlham Əliyev 1 milyon demişdi də. Bunlar nə üçün Elçin Əlibəy ilə izləyicimiz yazır. Bəli. Valla mən Elçin Əlibəylini yaxşı bir nə vaxtsa bir jurnalist kimi tanıyırdım. Mən xatırlayıram. Siz buradan çoxdan çıxmısınız da. Bəli, məni çağırırdı hətta verilişə filan. Mən gözləməzdim ondan. Yəni aydındır ki, Baku TV-də əgər çıxış edirsinizsə başqa cür ola da bilməz. Mənə də o qəribə gəldi. Deyir ki, 100 neçə min şagird hardan götürürlər? Bura İlham Əliyev deyir ki, 1 milyon. 1 milyon. Bunlar da 134 lira hardan çıxdı? Bəli. Adıma qəribə ki, axı bunu prezident deyib də 1 milyon şagird təhsil alır rus dilində. Bunlar deyirlər yox. Yəni ki, yox. 10 dəfə azaldırlar. 10 dəfə azaldırlar. Prezident demişdi ki, deyəsən 35% rus məktəbi var. Deyirlər yox. 34-35 rus məktəbi var. Nəsə bizimkilər 30 rəqəmindən bəh yapışırlar. İndi bunun dalıca gedirlər ki, 30 yox. Sonra deyirlər ki, əlavə dil bilməyin nə ziyanı var ki? Aman Allah, bu sözü nə qədər deyərlər, əlavə dil bilmək. Bunu bilən yoxdur ki, mənim dilim əlavə dilə çevrilir, Azərbaycan dili əlavə dilə çevrilir. O rejissor var danışır, mən baxdınız yoxsa yox? Bilmədim mən, yox. Əzəb edin, söndürdünüz. O da deyir ki, mən həyatda ən böyük uğurum Moskvada təhsil almağımdır. Bu Moskvada qutarıb gəlib, heç bir uğur qazanmır. Bu adama deyərdi, mən neudachnik. Həyatda bu adam bəxti gətirməyib. Çünki Bezdarın rejissordur. Heç nə yazıb ortalığa qoymayıb. Nə sənədli film verməyib. Sənədli film 4-5 dənə sənədli film roliklər çəkib. Ancaq deməli, bəxtşanslıyam mən. Mən baxdım, görüm, bu adresi var, yoxsa yoxdur. Bu nə işin sahibidir. Bu retronu aparır, baxdım. Retro belə bir veriliş var idi. Hələ qalıb retrodan kənara çıxmayıb. Ayaz Salayev deyirsiniz, rejissor, eləmi? Bəli. Kinarejissor. Nə yazı baxın, nə o üzrsə, Moskvada o müdafiə etdi də Ayaz Salayev, əlbəttə. Və təsəvvür edin, bu Abuladze deyil, Daneliya deyil, Çxeidze deyil. Bunlar təhsilini Moskvada gəldilər, samballı işləri qoydu ortağa. Sən bunlardan heç biri olmadın, bunların səviyyəsinə çata bilmədin, yarışı da ola bilmədin. Bunlarda bir rejissor vardı, Tengiz Abuladze, samballı rejissordur, adı qaldı bunun tarixdə. Bilirsiniz, bu heç nə qoya bilməyib. Yaxşı götürək ermənilərdən. Atom Egoyan Ararat filmi çəkdi. Bunun öz şeyləri həm yaşıddılar. Sən nə yazmışsan, sən nə ortağa qoymusan? Sən Ingmar Bergman deyirsən, digərlər deyirsən, Gürcülərin rejissorları. Bir dəfə kim demişdi? Hansısa bir Sergey Mikhalkov deyirsən demişdi ki, Hollywoodun qarşısına qoya biləcək səviyyədə bunların filmləri var. Gruziya film. Təsəvvür edirsən. Sən nə qoymusan ortalığa? Bu deyir ki, mən şanslıyam ki, rus məktəbində oxumuşam, daha doğrusu rus dilini bilirəm, Moskvada oxumuşam. Sənin ən birinci və axırıncı uğurun bilinmir, hardan başı var da bitir. Sonra deyir ki, mən 13 yaşım olanda biz dəhlizdə, məktəbdə, tənəffüsə çıxanda biz Soljenitsinlə danışırdıq. Düzdür, mən də tənəffüsə çıxmışam. Amma o zaman mən tənəffüsə çıxanda biz danışırdıq, yox millətimin xətti bu imzalar içində. Necə ki, onda olmayıb millətimin xətti, bugün də yox millətimin xətti. Millətimin xətti yoxdur. Biz bunu danışırıq tənəffüslərdə. Təsəvvür edin bu adamın səviyyəsinə. Bu deyir ki, Türkiyədən bizə təhdid gəlir, Rusiyadan yox. Erməni bizi çığırdanda, bizi bağırdanda, hələ ötən əsrin əvvəlləri deyirəm,
Rus bunu qızışdı salmışdı üstümüzə. Rusun təkidi ilə bizlə müharibə edəndə, bizi qıranda, o zaman kim bizi xilas edir erməninin əlindən? Bizim torpaqlarımızı vaxtaşırı oğurlayıb kim verib ermənilərə? Oğurlayıb yoxsa bizi döydürüb ermənilərə verib ermənilər torpaq. Kim eləyib? Rusiya eləyib bunu. Rusiyada bizə təhdid gəlmir. O adamı yoxlamaq lazımdır ki, bu adam təmiz qanlı Azərbaycanlıdır yoxsa yox. Şübhəli gəlir mənə. Çünki bu deyir ki, bizə təhlükə gəlir Türkiyədən. Təhdid gəlir Türkiyədən. Təhdid gəlir. Hansı təhdiddən söhbət gedir? Amma Rusiyadan bizə təhdid gəlmir. Aman Allah, insan necə özünü itirər, necə millətini danar. Sonra deyir ki, mən Türk ədəbiyyatını bilirəm, oxumuşam Nazım Hikməti. Ona görə Nazım Hikmət oxumusanız sən. Nazım Hikmət Moskvada yaşayıb, kommunist olub, 5 dəfə evlənib, 2 həyat yoldaşı Rus olub. Onun sən bir şeirini bilə bilərsən. Mən bir cəvəz ağacıyım Gülhane Parkın. Ondan başqa şey bilə bilməzsənsə. Həm də Nazım Hikmət dəfələrlə tərcümə olunub Rus dilinə. Sən ona görə oxumusan Nazım Hikməti. Nazım Hikməti oxumaqdansa sən oxumalıydın Namiq Kemalı, Mehmet Akifi, Qısa Kürək. Sən bunları oxumalıydın. Qısa Kürək. Nazım Hikməti oxumuşam mən. Özü fəxrlə bunu deyir. Lap yaxşı oxumusan, lap Rusça oxumusan da, orijinalını oxuyırdın sən. Və Soljenitsini bunlar müzakirə ediblər şagird dostları ilə. O zaman biz amma Məhəmməd Hadini müzakirə edirdi. Deyirdi ki, yox millətimin xətti bu imzalar ikində. O gündən bəri necə yoxdursa, bugün də yoxdur. Nəyə görə? Rus bizi qoymayıb, biz müstəqil olaq. Hindiyə kimdə Rus bizi çığırdır. Hindiyə kimdə. Yəni heç olmasa Soljenitsini oxuyurlar. Yəni o da dərdin yarısı. Çünki Soljenitsində belə deyək də Amerikadan yəni həqiqi Rusiyanı göstərirdi, həqiqi Sibiri göstərirdi. Üzr istəyirəm, özür kəsəm. Mən filolog kimi deyirəm. Ondan fərqli olaraq elmdən doktoru kimi deyirəm, professor kimi deyirəm. Soljenitsin böyük yazıcı deyil, yaxşı yazıcıdır. Sadəcə o faktografdır. Faktları bilirdi və faktları deyirdi. Fakt. Faktograf olmaq ayrı məsələdir, gözəl yazıcı olmaq ayrı məsələdir. Buyuruz. Mən xatırlayıram Soljenitsinin Moskvaya gəlişi uzun illərdən sonra, neçə 10 illikdən sonra Amerikadan Rusiyaya qayıdışı, o aeroportda təyyarədən düşüb yerdən torpağı götürüb öpməsi. İndi başqa məsələ ki, torpaq orada hardan peyda oldu. İndi hər halda amma bəli. Qəsdən atmışdılar da bunun üçün. Aydındır, yəni bəli, əvvəlcədən və sonra Soljenitsini qəbul da etdilər, səhv etmirəmsə ona medal filan da verdilər, elə Putinin də dönəmində. Sadəcə olaraq sonra bir hörmətlə belə dəfn də olundu və s. Yəni həyat dəyişir əlbəttə. Uzun illər düşmən kimi qəbul olunan, xalq düşməni eləmişdilər onu, sonra isə medal verirdilər. Yəni hələ nələr. Eləmişdilər. Onun haqqında məktub yazmışdı, Yevtushenko yazmışdı məktub ki, yazışımızdır, öz yazışımızdır, getməsin buradan. Belə bir şey də məktub yazmışdı Yevtushenko. Və verirlər, belə əzab verirlər. Bundan kənara çıxmadı. Bilirsiniz, hər dövrün öz tələbi var. O dövrdə bu tələb olunursa antisovet yazmaq. Bu dövrdə antisovet tələb olunmur. Bilirsiniz? Mən müqayisə aparmaq... Buyuruz. Mən sadəcə analogiya aparmaq istəmirəm, amma indi iş elə gətirib bizim də ağlımıza gəlməzdi ki, Azərbaycanın nə zamansa azından jurnalistikası, mətbuatı, bəlkə də ədəbiyyatı, bilmirəm. Bugün Azərbaycanın hüdudlarından kənarda inkişaf etməkdədir. Biz sizinlə Amerikadan çıxırıq, Fransadan, Almaniyadadır Azərbaycan mətbuat, Azərbaycanın özündə mətbuat qalmayıb. Yəni bugün bizi də xalq düşməni elan ediblər. Hər halda mən xalq düşməniyəm. Mənim üçün nə bilim, İnşallah zamanı dəyişər. Mən də elə Soljenitsin kimi olmasa da Azərbaycanda bu cür hərəyə öz doğru qiyməti veriləcək. Yəni bu baxımdan heç olmasa Soljenitsinləri rus dilində oxuyanlar bunu da bilsinlər ki, Soljenitsində vəziyyət necə dəyişmiş oldu. Çünki bugünkü Azərbaycanda ziyalılar bugünün özündə həqiqəti demirlər. Yəni bəla burasındadır, deyir. Düşmənin qışqırmasından daha təhlükəli sənin öz ziyalının susmasıdır. Yəni bugün ziyalılarımızın susması qışqırmaqdan daha betərdir. Buyurun.
Çeviş həmişə bax o verilişə baxdı, sizin haqqında dedilər ki, vətən xaini, siz güya siz deyiblər geri qayıdın, sizi geri qaytarıblar. Bunu baxdınız onu verilişə? Valla o qədərdir ki, mən bilmirəm. Yox, Bu mən saat birinə silsilə baxdım. gedir. Bu Hansıdır? saatda bir söz deyim. Güya ki, sizə təklif ediblər ki, gəl sənin biletini alaq, ya get özün get Azərbaycana, ya da səni burada işə düzəldək, pulu yığ, bilet al get Azərbaycana. Onu görməmişəm. Bunu Onu Bunun ağlına fikir verin, şuuruna fikir verin. Hər iki haldan birində siz getməlisiniz Azərbaycana. Birində var öz cibinizdən pul verib alasınız bilet, birində Amerika sizə bilet alır. Deyir, əlbəttə Amerika alsın mənə biletdə. Bunu da düşünə bilmirlər, fikir verin. Siz Allah kim deyib Mən bunu? baxandım Azərbaycana. Çox xahiş edirəm, Bilet kim fırladıram. deyib bunu? Hansı verilişdir o? İnandırıram sizi, mən yalan danışmıram. Allah haqqı, mən bilmirəm heç kim bunu, hansı kanal deyir bunu. Elə baxdım və gülməkdir ki, mənə təklif ediblər sizə. Siz amma qalmışsınız seçim qarşısında ki, mən hansını götürüm? Özüm alım bileti, yoxsa Bilirsiniz İskəndər müəllim, mən vallah açığı yəni bu kanalın bu dərəcədə böyük işlər gördüyünün fərqində deyildim. Yəni mən bu mənim üstümə gələn bu hücumları ki gördüm, sən demə bütün bizim kəşfiyyatımız, bütün bu dövlət təhlükəsizliyi falan hamısının baş ağrısı Osman qızı kanalıdır ki, biz onu necə Bakıya gətirək. İlahi, bir nəfər öz evindən öz mətbəxim orada. Faktiki öz mətbəximdən mən nələrsə verilişlər edirəm. O boyda ölkənin təhlükəsizlik, hüquq mühafizə hamısı baş sındırır ki, biz onu necə mətbəxdən çıxaraq gətirək burada həbsxanaya saxlayaq. Bununla da güya məsələ həll olunacaq. Dəhşətdir. Məsələ həll olunur. Dəhşətdir. Amma bir məsələyə fikir verin. Həmin Ruskudom deyilən haqqında danışırlar, Ruskudom. Bu hardan keçib qeydiyyatdan? Adını nə qoyublar? Axı keçməlidir qeydiyyatdan da bu. Onda hara baxırdı bizim təhlükəsizlik? Və yaxud da bizim necə deyirlər, başqa işlərlə məşğul olan hansı bir idarəmiz ki var da, kəşfiyyatdır, əks kəşfiyyatdır. Bunlar nə işlə məşğul olurdular ki, bu qeydiyyatdan keçəndə Ədliyyə Nazirliyindən bunun qarşısını almasınlar. İndi gördülər ki, yox, bir qədər vəziyyət dəyişib. İndi mən bir qədər haşiyə çıxmaq istəyirəm. Ola bilsin ki, sizin sualları mən cavab verəndə bir qədər yayınmaq olsun. Siz dərhal mənə deyin ki, nədən başlayayım? Birinci söhbət nədən gedir? Trump deməli, artıq bizim təyyarəmiz vuruldu və Trump da çox səs-küy ilə gəlirdi hakimiyyətə. Biz də deyəsən aradan çıxmağa məqam axtarırdıq. Necə eləyək ki, bu Rusiyanın içindən çıxaq. Bir 10-15 gün başladıq Rusiyaya biz hədə-qorxu gəlməyə, top tüfənglə danışmağa Rusiya ilə. Sonra birdən Trump başladı ki, yox, mən Rusiyanı kömək eləməliyəm, müharibə dayanmalıdır. Biz sonra fikirləşdik ki, ay biz neynəmişik? O boyda Rusiyayı arxa çevirə bilərik, ixtiyarımız yoxdur. Bu onda mən sizə demişdim. Baxsanız o axırıncı çıxışıma, orada demişdim, bu oyundur. Mən yadınıza gəlir, yoxsa yox. Dedim, belə oyunları, bax, Əfqanistanda mən tərcümə edirdim. Nə zaman, bu yol, Rusun bu keçmiş yoludur. Bunu bilirəm mən. Amma indi məsələ bunlar ki, biz necə eləyə çıxaq Rusun tərkibindən? Bu məqam düşlərimizə. Və birdən-birə Trump'ın belə çönməsi biz də özümüzü itirdik. Biz neyniyək? Biz nağaraq, yəni biz yox da yuxarıdakılar. Gün jurnalist Nurlan Qəhrəmanlının da evində axtarış aparılıb, özü də tutulub saxlanılıb. Meydan TV-nin işi ilə bağlı. Hərçənd ki, bilirsinizmi, ümumiyyətlə Nurlan Qəhrəmanlı indi müxbirdir. O aydındır ki, qərar heç verəndə deyil. O əgər qrant işidirsə, o qrant alıb, qrant verən deyil. Qrantda birincisi iştirak edən deyil. Ümumiyyətlə mən Nurlan bəylə, Nurlan libre kimi gedir təxəllüsü. Elə son müsahibəmizdən əvvəl, biz efirdən əvvəl söhbət edirik. Deyir ki, mən tək qalmışam, deyir. Bu saat hamını tutublar, dostları da həbsxanada və s. Deyir, mən tək qalmışam bu seçkini, bələdiyyə seçkisini işıqlandıran. Və həqiqətən də yaxşı da işıqlandırdı, kanallarda da getdi. Yəni mən onlayn kanalları nəzərdə tuturam və baxın onu da həbs edirlər. Yəni açığı bu məndə bu fikri daha da möhkəmləndirir ki, nəyəsə hazırlıqdır. Nəyəsə hazırlıq seçkidən keçməlidir. Ola bilsin ki, referenduma hazırlıqdır. Heç kəs çəkməsin. Bütün o müxbirlər ki, seçki məntəqələrində işləyirdilər, çəkilişlər edirdilər, saxtakarlığı sənədləşdirirdilər, yayırdılar. Yəni hamısı həbsxanadadır.
Nəyin referendumudur? Mən bilirəm, sadəcə sual verirəm sizə. Nə referendumdur bu? Bələdiyyə seçkiləri, konstitusiyanın dəyişilməsi, yoxsa nəyin Konstitusiyandır. Yəqin ki, referendum, yəqin konstitusiyanın növbəti dəfə yəqin ki, dəyişmək olacaq və ailə hakimiyyətini daha da möhkəmləndirmək, mən belə başa düşürəm ki, yəni ailə hakimiyyəti möhkəmləndirmək, yəni nə? Vitse-prezident məsələsini deyirsiniz siz? Bəyən vitse-prezident təyin olunanda seçki yolu ilə gəlmişdi, referendum olmuşdu. Olmamışdı axı. Konstitusiya bilirsiniz, bunların əlində adi bir kağız parçasıdır. Bir dəfə heç yadımdan çıxmır. Biz növbəti dəfə konstitusiyanı dəyişəndə bir deputat var, baş bilən deputat. O demişdi ki, konstitusiyanı tez-tez dəyişmək lazımdır. Bu göstərir bizim inkişafımızı. Amerikada 250 il bundan qabaq, deyəsən Jefferson səhv eləmirəmsə, konstitusiyanı yazmışdı, gedir indiyə kimi. Bunlar inkişaf eləmirlər. Amma biz hər il dəyişirik konstitusiyanı. Necə deyirlər? Hər dəfə, neçənci dəfə dəyişirik biz konstitusiyanı və biz inkişaf edirik. Nə bələdiyyə seçkisi, nə... Mən belə şeyi bilirsiniz, barmaq arası baxıram bunlara. O qədər inanmıram, heç nəyə inanmım yoxdur mənim Azərbaycanda. Yəni, belə deyək də, fürsətçilik də burada var. Belə deyək, dünyada demokratiyanın əsas keşikçilərdən biri Amerikanın özündə bu saat biraz əvvəl danışdığımız proseslər gedir ki, avtoritarizm əhval-ruhiyyəsi güclənir. Amerikanın başı qarışıqdır, nə bilim, Golden Age deyirlər, qızıl zamanəyə ki, Amerikada qızıl zamanə yaşamağa və s. Burada fürsətçilik də məncə var, yəni tamamən təmizləmək. Yəni bugün artıq heç kəs qalmamalıdır, yəni belə bir şey. Yeri gəlmişkən bir şey də sizdən soruşum. Mən bunu CİB müxalifətinin bir neçə nümayəndəsinin dedikləridir, məxsusi olaraq bu kanal üçün. O kanala getməyin, o kanal işverəndir və s. Güya mən həbs elətdirirəm, güya mən kimisə efirə çıxardıram, sonra gedirəm onu həbs eləyirəm. Bu nəyə hesablanıb sizcə? Yəni adamlara doğrudan da bu təsir eləyirmi? Yəni qorxutmaq, getməyin, danışmayın. Aydındır ki, səbəblərdən biri budur ki, heç kəs çıxmasın. Vallahi bilirsiniz, mən bir dəfə demişdim sizin kanalda. 12 AzTV var. 12 dənə AzTV var. Bir 12 dənə də bu AzTV-nin aslar üzü var. Bunlar nə deyirlər, nə demirlər? Mən bunlara çox nadir hallarda baxıram. O necə baxıram, türə-türə baxıram. Kim nə deyir sizin haqqınızda, kim nə deyir, kim sizin kanalda çıxır, nə zaman üzr istəyirəm, o işvələn biraz bir sözdür, işvələn nə edirsiniz, nə edirsiniz? Mən belə şeyə fikir vermirəm. Mən bir dənə qərar aldım ki, mən Bakı kanallarına çıxmıram. Hətta məni provokasiya çəkdilər 2-3 dəfə, güya ki, filan kəs nəsə deyib, filan kəs nəsə deyib. Mən əhəmiyyət vermədim. Kənardan baxana elə gəlir ki, mən emosional adamam. Amma yox, mən səbirliyəm, dözümlüyəm, məqam gözləyənəm, fürsət əldən vermirəm. Amma məsələ bundadır ki, Bakı kanallarının heç birinə, dövlət kanallarına xüsusilə mən çıxmıram. Ora çıxmıram, dövlət kanalları. Siz təsəvvürün bir məsələni deyim sizə. Baxın, adi bir məsələ. Siz mən eşidirsiniz, yoxsa şeydə yandı? Eşidirik sizə, bəli. Yox, eşidirik, hər şey normal. 100 illik yubileyidir atamın, 100 illik yubileyidir. İctimai kanal atamın yubileyini eləyir. Ora çağırıb hamını, deməli, bir 10-12 adam var idi. Ailədən bir nəfər çağırmayıblar. Çünki bilirlər ki, mən geçən nə gəldi, mən deyəsiyəm orada. Çox şey deyəsiyəm. Ona görə özləri apardılar, özləri necə deyirlər, nətər deyirlər, bəysiz toy eləyirlər. Mən oturmuşam, deməli, mən də baxıram və gülmək tutur. Amma baxdım şərhlərə, gördüm şərhlər, nələr yazıblar. Tüf sizin üzünüzə, İsfəndiyar və Hafızadə olmalı, İsfəndiyarı çağırmalıydı. Niyə İsfəndiyarı çağırmamışsınız? Xalq da bunları görür, özlərinə necə deyirlər, zid gedirlər. 100 illik yubileyi də eləyirlik güyada. Onsuz da mən getməyəcəkdim. Çağırsaydılar, mən gedən deyiləm. Mən söz vermişim özümə ki, mən dövlət kanallarına çıxmayacağım. Ona görə mən... Yəni, yubiley avqustdadır, elə deyilmi? Avqustdadır, amma 16-sı. Amma hindi şey deyirlər də, artıq silsilə verilişlər gedir, ev muzeyindən, ondan sonra nə bilim, ictimai kanal aparırdı. Deməli, məni çağırmadı. Bunu da güya ki, məndən intiqam alırlar. Rasman adam ki, siz bizə qarşısınız, bir də mənim atam həmişə bunlara qarşı olub. 33 il bunlara qarşı olub.
Vaxt gedər mən sizə deyərəm. Çox şey var, siz bilmirsiniz. Bu Yox, əlbəttə məsələni açarım. çox maraqlı olar əlbəttə. Yəni Evet. çünki Bəxtiyar Vahabzadə elə bir şəxsiyyətdir ki, elə böyük bir şəxsiyyətdir ki, yəni onu görməzdən gəlmək mümkün deyil. Evet. Yəni bir tərəfdən o var, digər tərəfdən də belə deyək də, nə kül yansın, nə kabab, belə nə şiş yansın, nə kabab, yəni belə deyək də, xala xətri qalmasın. Kimləri çağırırlar? Yəni heç öz Yox, mən baxdım bəzi o yazarların övladlarını çağırmışlar, eləmişlər, amma məni çağırmama. Mən bilirdim ki, mən baxdım şərhlərə. Sonra gülmək düşmən ki, heç olmaz o şərhlərə baxın, şərhlərdən utanın. Heç olmaz bir-ikisini cavab verin o şərhlərdə. Bu da qalsın bir yana. Yazılı İttifaqından bir adam yox idi katiblərdən. Bilirsiniz? Bax, məsələ bundur. Mən də baxdım, gülmək tutdu məni. Çünki bilirsiniz, bayaq Ziyalıdan danışdınız. Mən bəzən sizə zid çıxıram, deyirəm, yox, Ziyalı belə Ziyalı. İndi hərdən bir mən də özümü anlatmalıyam da. Deyirəm ki, yox, Ziyalı var, necədir. Deməli, Bəxtiyar Vahabzadənin deməli verilişinə verildi, haqqında veriliş verirlər. Deməli, onun ailəsindən bir adamı çağırmayıblar. Başa düşdünüz? Heç olmasa bu Şəkidə, hər halda Şəkidə dünyaya gəlib də Bəxtiyar bəy. Orada sizcə imkan verəcəklərmi ki, ailə özü qeyd edə bilsin, yoxsa o da monopoliya götürüləcək? Yox, mən atamın ölümündən sonra söz vermişəm, Şəkiyə getməyəcəyəm. Şəkiyə mən getmirəm. Şəkidə mən keçən oldum yarım gün. Səhər çıxdım, günorta oldum, bir işim vardı. Onu həll etdim, dərhal da geri qayıtdım. Şəkidə olmuram demək olar ki, axırıncı dəfə Şəkidə olmuşam mən iniş il. Ya keçən il oldu, 22-ci ildə olmuşam. Ondan da əvvəl bir 20 ildir mən Şəkiyə getmirdim. Daha doğrusu bilirsiniz, Bakıda olmuram, kənddə oluram. Ucqar bir kənddə, heç Şəki aidiyyəti yoxdur. Amma nadir hallarda, məsələn, gəlim Bakıya. İndi o həmin olduğum kənd çox soyuqdur. Mən gəlmişəm, 3-4 gün burada oldum, sonra yenidən qayıdım. Amma indi bilmirəm, bu Şəkidə nə olar, nə olmaz. Mən, necə deyirlər, iştirak edən deyiləm. Bu başda mən sizə deyirəm ki, yəni baxan da baxsın ki, görün nə boyda bunlar özləri deyirlər ki, siz necə deyirlər, misal verir, mənə ayağımı tapdalama, mən də sənə şey eləməyim. Bu mənə çox ağır gəlirdi. Çox ağır gəlir. Və çox məsələlərin üstünə əsasıyam mən. Bilirsiniz, mən hər halda bu təyyarənin bu cür örtbasdır edilməsi, yəni güya əzələ göstərdilər, sonra gedib imzaladı, təzədən dayandı həmin o narrativ. Amma bu arada yəni təyyarənin də örtbasdır edilməsi, çünki burada həyatını itirən bizim vətəndaşlarımız, təxminən 38 vətəndaşımız Azərbaycan vətəndaşıdır. Onların ailəsi, mən əminəm ki, bunu gözləyirlər. Hər gün gözləri axtarır ki, nə xəbər olacaq. Yəni bəla burasınlar ki, ailə üzvlərini də demirlər. Çünki onların da sabah gedib müxalifət olmasından yaxud nələrsə ictimailəşdirməsindən qorxurlar. Yəni faciə bundadır ki, ailə üzvlərinin qarşısında deyirdi dövlət başçısı ki, mən bilirəm, amma sizə demirəm. Yaxşı, tutalım ki, kameranın o bir tərəfində millət səni gözləyir. Amma sən ailə üzvlərinin qarşısında deyirsən ki, mən bilirəm, amma sizə demirəm. Yəni bu həqiqətən onları çox aşağılamaqdır. Bu onların konstitusion hüququnu tapdalamaqdır. Onların haqqı var ki, onlar bilsinlər ki, onların əzizləri son sözləri nədən ibarət olub, nələr yaşanılıb təyyarədə. Baxın, nə boyda bir yalan propagandası getməkdədir Rus tərəfindən. Siz deyirsiniz müxalifətçilər, müxalifət. İnandırıram sizə, ailədən başqa hamı öz daxilində bunlara müxalifdir. Hamı, istəyir icra başçısı olsun, istəyir deputat olsun, istəyir nazir olsun, hamısı narazıdır. Razı olan yoxdur. Hamı narazıdır. İnandırıram sizi. Amma hamı bir söz deyir. Cənab prezident, siz nəfəs alın, tək yaşayın. Biz də qırağından bucağından oğruyaq. Əgər siz geçsəniz, oğruya bilməyəcək ya. Hamı narazıdır, razı olan yoxdur. Bunu yadınıza qalsın. Hamı daxilən müxalifdir, daxilən. Amma bildirmirlər. Heç kimin buna ixtiyarı yoxdur. Əslində qalsa hamı müxalifdir. Və hamıda bir söz var ki, yox, cənab prezident, tək siz yaşayın. Çünki əgər nəsə olsa, prezident geçsə, bunlar da oğruya bilməyəsirlər. Biz də qənədindən, quyruğundan oğruyaq. Bax, bu psixologiyadan yaşayırlar.
Və pis də yaşamırlar da. Yəni bu gün İlham Əliyev Artur Rəsulzadəyə bir növbəti dəfə orden verdi 90 illik yubileyi münasibəti ilə. Heydər Əliyev ordeni verdi, qəbul etdi onu və s. Yəni nəzərə alsaq ki, biraz əvvəl siz o 20 yanvardan danışırdınız, Azərbaycana Rus ordusunu gətirənlər və s. Yəni 90 il belə deyək də vəzifədə ən çox vəzifədə olan məmurlardan biridir. Deyə səhv etmirəmsə bir 30 ilə yaxın, 25 il ya nə qədərsə, bəlkə ondan da çox vəzifədə olmuşdur Artur Rəsulzadə. Heç nə. Yəni Azərbaycan xalqı heç vaxt onu nə dindirmədi, nə məhkəməyə çağırmadı. Məhkəməyə belə adamlar ümumiyyətlə gəlmir. Adiyyatı yoxdur. Vəssalam və sən də ordenləri də alırsan, yəni keyflə də yaşayırsan. Yəqin ki, bu ictimaiyyətə də bir şapalaqdır. Yəni sən 30 il sonra da ədalətə çatdıra bilmirsən. 30 il sonra da bu adamlardan həqiqət ala bilmirsən ki, niyə sən 20 yanvarda telegram göndərirdin Moskvaya? Nə fikirlə göndərirdin? Kim məsuliyyət daşıyır bu Azərbaycanda o tankların altında qalan adamların ölümünə görə? Bilirsiniz, indi Artur Rəsulzadə baş nazir olub. Artur Rəsulzadədən sonra deyəsən Novruz Məmmədov oldu. Sonra indi Əli Əsədovdur. Bu vəzifə elə bir gözə çarpan vəzifə deyil. Bir nəslə çarpan vəzifə deyil. Bu necə deyirlər, boş yerdir. Hətta bu təsəvvür edin ki, bu baş nazir, baş nazirin 3 dənə müavini, baş nazirin 2 dənə müşaviri və 2 dənə köməkçisi. Bunlar nə işlə məşğuldurlar? Əgər baş nazir varsa, vitse-prezident nəyə lazım? Vitse-prezident varsa, baş nazir nəyə lazım? Və baş nazirin ətrafında mən saydım, təsəvvür edin ki, 2 quda, Əhməd Əhmədzadə ilə Elman Rüstəmov. İkisi də qudadırlar. Bunlar da bugünkü baş nazirin müşavirləridirlər. İndiki müşavirsiz işləyib Artur Rəsulzadə. Və baş nazirin 3 dənə də mavini, 3-4 mavini var. 2 dənə də katibəsi də köməkçisi də kimdir, o var. Amma bu işi tək başına lazımsız iş olduğuna görə bunu Artur Rəsulzadə tək aparırdı. Qoca yaşına qədər. İndi Artur Rəsulzadə bir neçə 3-4 ildə çıxdı. 5-6 ildir mən bilən çıxıb artıq vəzifədən də. İndi bu yada salıb bunu verirlərsə gülməlidir, həqiqətən gülməlidir. Yəni arada bir istəyirəm. Həmin o Heydər Əliyev ordenindən deməli Ramiz Mehdiyevdə də var. Polad Bülbüloğlu'da da var. İndi də Artur Rəsulzadə növbə çatdı. Mən bilən birinci özü almışdı İlham Əliyev. Heydər Əliyev ordenindən. Siz nə fikirləşirsiniz? Bax, o adamların şəkillərini çap elədilər. Bu Rus evi ilə bağlı, Ruski Mirlə bağlı ki, biz bunlar, nə bilim, onların Rusiyanın agenti imiş filan. Bu arada yəni harda qərar verilir? Kimin o qərarı idi ki, bunları Rus agent... Əgər Rus evi cəsudluq yuvasıdırsa, prezident administrasiyası ümumiyyətlə Ruski Domun ən böyük prezident administrasiyasıdır. Və birdən-birə 4 nəfərin şəklini göstərdilər. 4-5 nəfərində dedilər ki, bunlar güya ki Rusiya agentləridir. Bunlar kim qoymuşdu vəzifəyə? Ramiz Mehdiyevi kim qoymuşdu vəzifəyə? Yaxşı deyək ki, buna qoymuş Heydər Əliyev. Əbülfəz Qarayevi kim qoymuşdu vəzifəyə? Onda nəyə görə bilmirdiniz bu kimin agentidir, kimin agenti deyil? Bilirsiniz, belə çıxır ki, əvvəl eləyib, sonra düşünürlər. Adam var, düşünüb, sonra eləyir. Bunlar eləyib, sonra düşünürlər. Bu bilirsiniz, bunları Elmar Məmmədyarov indi 17-18 ildir nazir işləyib. Əbülfəz Qarayev ömrü boyu nazir işləyib. Əbülfəz Qarayev mən tanıyıram 81-ci ildən, 81-ci ildən Komsomolda belə işləmişdik. Elmar Məmmədiyarov mən tanıyıram 91-ci ildən. Təsəvvür edirsiniz, bu böyük müddətdir və o vaxt ərzində bunlar tanımırdılar, bunlar har işləyirlər. Mən inanmıram. Mən inanmıram ki, bunlar Rus cəsuslarıdırlar. İnanmağım gəlmir. Çünki mən bunları tanıyıram. Deməli, hər halda ikisini mən tanıyıram. Yaxşı tanıyıram. Məmmədyarovla Əbülfəz Qarayev. Heç biri o dərrakənin yəsi deyirlərsə, agent eləsinlər. Agent biraz bilirsiniz, güya şpiyondur, kəşfiyyatçıdır. Bu biraz savad tələb eləyir, biraz ağıl tələb eləyir. Bilirsiniz, bu belə ağla sığmaz dərəcədir. Mən bunu inana bilmirəm. Mən onların tərəfinə durmuram, hər ikisindən zəhləm gedir.
Amma məsələ bundadır ki, necə bunlar, hardan bunları kim qoymuşdu vəzifəyə? Kim bunlar nazir təyin eləmişdi? Mən qoymamışdım bunlar nazir ki. Tələb etmək lazımdır ki, nəyə görə bunları təyin eləmişlər? Və birdən-birə bunlar cızıqlarından açdılar. Bunlar necə deyirlər, yollarını azdılar. Oldular Rus agenti, Rus kəşfiyyatçısı. Və bizim KGB hara baxırdı bunlar təyin olunanda? Bunlar təyin olunanda nazir o zaman deyəsən Eldar Mahmudov idi. KGB-nin sədri deyim, nəyi deyim, bəli, naziri idi. Və o zaman, yəni bilmirdilər ki, bunlar kimlərdirlər. Və sonra birdən-birə bildilər ki, aya, Eldar Mahmudov, bunu mən qəzetdə oxumuşdum. İqtidarı yaxın qəzetlərin birindən oxumuşdum. Eldar Mahmudov Sizdən bir şey də soruşmaq istəyirəm İskəndər bəy. Bu səfirin diplomatı döyməsi. Açığı belə bir məlumat getmişdi ki, səfir diplomatı döyüb. Sonra məlumat yayıldı ki, yox sən demə diplomat səfiri döyübmüş. Yəni bir neçə dəfə dəyişildi o story. Mən belə başa düşürəm ki, bunlar müdaxilələr idi. Nə məlumdur sizə bu haqda? Ümumiyyətlə bu... Nəsə deyək, internet tez-tez kəsilir, bunu hiss edirsinizmi siz? Düzəldi, kəsilirdi, düzəldi elə bil ki. Düzəldi. Ona görə, bilirsiniz, bu səfir məsələsi çox kövrək məsələdir. Bu səfiri bizdə dünya praktikasında görünməyən hadisələr baş verir. Bax, mən sizə bir söz deyim. Bizdə elə səfirlər var ki, özü bir ölkədə səfirdir, arvadı bir ölkədə səfirdir. Bunu eşitmişsiniz indi qədərsiniz? Leyla Abdullayeva Fransada səfirdir. Əri isə Bolqarıstanda. Bolqarıstanda, bəli, bəli. Elçin Bağırov. Özləri harada yaşayırlar? Mozambikdə? Mən bilmirəm, necə olur? Təsəvvür edin, bu dünya praktikasında görülməyən işdir. Bu gözyumlu qol çəkirlər. Elçin Bağırov, deyək ki, bu əmirlikdə işləyir səfir. Ondan əvvəldə həyat yoldaşı orada müavini idi. 6-7 ildən sonra da elçin gedib arvadının yanına. Birisi olub səfir, arvad da olub müavin. Bu bizdə də Bakıda olan kimi vəziyyətdə. Ondan başqa, bilmirəm, bir dəfə siz mənə yadıma saldınız, xatırlatmışdınız. Birinci dəfə mən yazmışdım ki, 2001-ci ildə 525-ci qəzetdə yazmışdım ki, səfirlərimizin çoxu özgə ölkənin vətəndaşıdır. Bu dünya praktikasında görülməyən iş məsələdir ki, özgə ölkənin vətəndaşı gəlib işləyir səfir, bir başqa ölkədə. İndi təsəvvür edin, indi hal-hazırda mən deyə bilərəm ki, səfirlərimizin bir çoxu özgə ölkənin vətəndaşıdır, amma sübut etmək qeyri-mümkündür. Bilirsiniz nəyə görə? Çünki ikili vətəndaşlıqları var.